Salam əziz müəllimələr, salam əziz müdavimlər, hər vaxtınız xeyir olsun. Bugünkü mövzumuz məktəbəqədər təhsilin məqsəd və vəzifələri. Məktəbəqədər təhsilin məqsədi nələrdir? Məktəbəqədər təhsilin vəzifələri nələrdir? İlk öncə məqsəd nədir? Vəzifə nədir? Bunlara toxunaq. Məqsəd görülən işin sonda çatmaq istədiyi ən əsas nəticədir. Yəni məqsəd hədəfimizdir. Biz bunu niyə edirik? Məsəl üçün, uşağı oxumağı öyrədirik. Niyə öyrədirik? Məqsədim nədir burada? Uşaq savadlı olsun, eləmi? Yaxşı, bəs vəzifə nədir? Vəzifə həmin məqsədə çatmaq üçün görülən konkret işlərdir. Yəni məqsədə çatmaq üçün mən nə edirəm? Məsəl üçün, oxumağı öyrətmək üçün mənim hansı vəzifələrim var? Hərfləri öyrətməliyəm ilk öncə. Mənim vəzifəm odur ki, hecaları oxutmalıyam uşaqlara. Mənim vəzifəm odur ki, uşaqlara şəkilləri göstərməliyəm, şəkilli kitabları göstərməliyəm ki, artıq sonda olan məqsədimə çata bilim. Yəni uşaqlara oxumağı öyrədə bilim. Eynən də məktəbəqədər təhsildə də belədir. Yəni məktəbəqədər təhsilin məqsədində də elədir, məktəbəqədər təhsilin vəzifəsində də elədir. İndi isə keçək mövzumuza, məktəbəqədər təhsilin məqsədi. Nədir məqsədi? Məktəbəqədər təhsil Azərbaycan Respublikasında fasiləsiz təhsil sisteminin ilkin pilləsi kimi fərdin, cəmiyyətin, dövlətin maraqları nəzərə alınmaqla inkişaf etdirilən fəaliyyət sahəsidir. Nə deməkdir bu? Yəni fasiləsiz təhsil sisteminin ilkin pilləsi. Məktəbəqədər təhsil sisteminin ən birinci mərhələsidir. Yəni ilkin mərhələsidir məktəbəqədər təhsil. Yəni uşaq təhsilə məhz bu mərhələdən başlayır. Bu mərhələ sonrakı təhsilin əsasını qoyur. Fərdin, cəmiyyətin, dövlətin maraqları deyirik. Nə deməkdir bu? Yəni məktəbəqədər təhsil təkcə uşağın maraqlarını nəzərə almır. Həm fərdin maraqlarını nəzərə alır, həm cəmiyyətin maraqlarını nəzərə alır, eyni zamanda dövlətin maraqlarını nəzərə alır və bu maraqlar əsasında təşkil olunan təhsil məktəbəqədər təhsildir. Məktəbəqədər təhsil vasitəsilə uşaqların erkən yaş dövrlərində əqli, fiziki yaradıcı potensialları inkişaf etdirilir. Daha sonra psixoloji dayanıqlığı inkişaf etdirilir, estetik tərbiyəsi, sadə əmək vərdişləri, ətraf aləmə, şəxsi sağlamlığının qorunmasına, həssas və şüurlu münasibət, zəruri həyatı bacarıqları yiyələnməsinin, şəxsiyyətinin formalaşmasının əsası qoyulur. Nə deməkdir? Bu cümlə biraz uzun çəkdi. Mən indi bunu sizə qısa, sadə dillə izah eləyəcəm. Deyirik ki, məktəbəqədər təhsil vasitəsilə uşaqların erkən yaş dövrlərində əqli, fiziki yaradıcı potensialları inkişaf etdirilir. Nə deməkdir? Yəni, məktəbəqədər yaşda uşağın düşünmə qabiliyyəti inkişaf etdirilir. Uşağın fiziki sağlamlığı inkişaf etdirilir. Uşağın yaradıcılıq qabiliyyətləri inkişaf etdirilir. Yəni uşaq həm ağıllı, həm sağlam, həm də yaradıcı kimi böyüyür. Daha sonra uşaqlarda mədəni səviyyə, psixoloji dayanıqlılıq formalaşdırılır. Nə deməkdir bu? Yəni uşaq düzgün dayanmağı, özünü idarə etməyi öyrənir. Eyni zamanda psixoloji cəhətdən daha möhkəm, daha güclü, daha özünə güvənli şəkildə böyüyür. Estetik tərbiyə, sadə əmək vərdişləri dedik. Nə deməkdir? Yəni, uşaqlara gözəlliyi görmək öyrədilir. Uşaqlara səliqəli olmaq öyrədilir. Uşaqlara əsasən sadə işləri öyrədirik burada. Daha doğrusu məktəbəqədər təhsil sadə işləri görməyi öyrədir. Nədir burada sadə işlər? Məsəl üçün, uşaq oyuncaqları ilə oynayır və artıq oyuncaqları dağıtmış olur. Oynadıqdan sonra dağıtdığı oyuncaqları o oyuncaq rəfinə yığır. Nə oldu bu? Sadə əmək oldu, sadə işlər oldu. Və yaxud da ki, əşyaya qayğı ilə yanaşır. Nə deməkdir? Yəni uşaq əşyanı qırmır, əşyanı sındırmır, əşyaya zərər yetirmir. Onunla qayğılı şəkildə oynayır. Yəni uşaq ona zərər yetirmir. Bu da sadə işləri yerinə yetirmək qabiliyyəti uşaqda inkişaf etmiş olur. Ətraf aləmə, şəxsi sağlamlığının qorunmasına şüurlu münasibət dedik. Nə demək oldu bu? Ətraf mühiti qorumağı öyrənir uşaq. Təmizliyə əməl etməyi öyrənir. Öz sağlamlığına diqqət yetirməyi öyrənir. Yəni bu gələcəkdə sağlam həyat tərzinə də kömək etmiş olur. Zəruri həyatı bacarıqları yiyələnməsinin əsası qoyulur. Uşaq həyatda lazım olan əsas bacarıqları məhz bu mərhələdə öyrənməyə başlayır. Hansı ki, ünsiyyət qurmağı öyrənir,
özünü ifadə etməyi öyrənir, qaydalara əməl etməyi öyrənir, hansı ki, bu da məktəbəqədər təhsilin qarşısında duran məqsədlərdən biridir. Uşaq şəxsiyyətinin formalaşmasının əsası qoyulur, dedik. Nə demək oldu bu? Uşağın xarakteri inkişaf etmiş olur, uşağın davranışı inkişaf etmiş olur, özünə münasibəti inkişaf etmiş olur, özünə münasibəti formalaşmış olur ki, məhz bu da məktəbəqədər təhsilin məqsədində özünü göstərir. Daha sonra məktəbəqədər təhsildə milli bəşəri dəyərlər dedik, mənəvi dəyərlər dedik, dövlət maraqları, Azərbaycançılıq məfkurəsi əsasında tərbiyə dedik. Bunlar nə oldu? Bu da o deməkdir ki, yəni məktəbəqədər təhsil eyni zamanda Azərbaycanın adət-ənənələrini uşaqlara mənimsədir, milli bəşəri dəyərləri uşaqları mənimsədir. Azərbaycançılıq məfkurəsi nədir bu? Yəni bayrağımızdır, himnimizdir, gerbimizdir. Artıq uşaq bunları öyrənir. Məktəbəqədər təhsilin vəzifəsi. Nədir vəzifə? Hər bir uşağın keyfiyyətli məktəbəqədər təhsilinin təmin olunması, təhsil almasının təmin olunması. Nə deməkdir bu? Yəni, bütün uşaqlar bərabər şəkildə yaxşı və keyfiyyətli məktəbəqədər təhsil almalıdır, eləmi? Yəni, bütün uşaqların yaxşı təhsil almaq haqqı vardır. Və məktəbəqədər təhsilində qarşısında duran vəzifədir ki, uşaqların o haqqlarını ödəsin. Yəni, yaxşı keyfiyyətli təhsil versin uşaqlara. Daha sonra, uşaqların fiziki, psixi və mənəvi sağlamlığının qorunması. Nə deməkdir bu? Uşağın bədəni sağlam olsun, psixoloji cəhətdən sağlam olsun, rahat olsun və mənəvi dəyərlərlə böyüsün uşaq. Bu da məktəbəqədər təhsilin vəzifəsidir. Uşaqların vətəninə, ailəsinə, dövlət rəmzlərinə hörmət ruhunda tərbiyə edilməsi. Yəni, bayaq məqsəddə dedik ki, bunların əsası qoyulur. Amma artıq məktəbəqədər təhsilin vəzifəsində bu uşaqlara öyrədilir, artıq uşaqlar onu bilir və ona hörmət edir. Daha sonra, uşaq artıq öz bayrağına, gerbinə, vətəninə hörmət edir. Daha sonra uşağın vətənpərvəri tərbiyəsi izah olunur uşağa. Uşaq artıq vətənini sevməkdir, vətənini qorumaqdır, bayrağına hörmət etmək uşaqlarda formalaşmış olur. Uşaq şəxsiyyətinin formalaşdırılması dedik. Nə deməkdir bu? Uşağın kimliyinin, uşağın davranışının, cəmiyyət içində necə insan olacağının əsası qoyulur. Uşağın ehtiyaclarının müəyyən edilməsi və inklüziv təhsilinin təmin olunması. Nə deməkdir bu? Hər uşağın ehtiyacı fərqlidir təbii ki. Yəni, bütün uşaqlar eyni cəhətdən eyni ehtiyaca malik deyirlər. Yəni, bütün uşaqlar bu fərqli özünü göstərir. Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün də məhz uyğun şəraitlər qurulmuşdur ki, bu da məktəbəqədər təhsilin qarşısında duran ən böyük vəzifələrdən biridir. Daha sonra, sosial-pedaqoji baxımdan ailənin dəyərli üzvü kimi inkişafının təmin edilməsi. Nə deməkdir bu? Yəni, uşağın ailə içində söz demək haqqı var, hörmət görmək haqqı var, cəmiyyətə uyğunlaşmağı öyrənmək haqqı var. Bunlar da məktəbəqədər təhsilin vəzifəsində öz əksini tapmışdır. Daha sonra, təhsil baza komponentləri əsasında sosialləşmə tələbatının yaradılması. Sosialləşmə tələbatının yaradılması nə demək oldu? Yəni, uşaq dostları ilə ünsiyyət qurur, birlikdə oynamağı öyrənir, paylaşmağı öyrənir. Təbii ki də uşaq dostlarla ünsiyyət qurursa, birlikdə oynarsa, artıq burada uşaqlarda kollektiv bacarıqlar, kollektivçilik bacarıqları formalaşır ki, bu da məktəbəqədər təhsilin qarşısında duran ən böyük vəzifələrdən biridir. Baxın müəllimələr, vəzifələrdən də bu qədər. Ümumilikdə yenidən nəzər yetirsək, məktəbəqədər təhsilin məqsədi nələr oldu, məktəbəqədər təhsilin vəzifələri nələr oldu? Müəllimələr, konkret açar sözlə sizə deyirəm, bunu da özünüz üçün qeyd edin. Məqsəd dedikdə vətənpərvərlik hissləri, vətənpərvəri ruhunda uşaqların yetişdirilməsi deməkdir. Vəzifə dedikdirsə, uşağın şəxsiyyət kimi yetişdirilməsi deməkdir. Məqsəd bərabərdir vətənpərvərlik hissləri, vəzifə bərabərdir şəxsiyyət kimi formalaşması, uşağın şəxsiyyət kimi formalaşdırılması, uşağın şəxsiyyət kimi yetişdirilməsi. Bu, qısa açar sözlərlə yadda saxlaya bilərsiniz. Belə müəllimələr, yenə məqsəd dedikdə bizim hədəfimizdir, vəzifə dedikcə artıq məqsədimizə, hədəfimizə çatmaq üçün görülən işlər deməkdir. Bugünlük mövzumuzdan bu qədər. Güman edirəm ki, açıq dillə, aydın dillə izah etmişəmdir. Qaranlıq qalan məqamlar olsa mənə şəxsdə də yaza bilərsiniz.
qrupda da yaza bilərsiniz. Sağ olun, salamat qalın. İnşallah gələn dərslərdə görüşənə qədər.